Aprelin 28-də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə petisiya layihəsi çərçivəsində Bakı Slavyan Universitetində konferans təşkil olunur. Tədbirin əvvəlində Azərbaycan Respublikasının dövlət himni səsləndirilir. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilir. Çıxış edən Bakı Slavyan Universitetinin rektoru Professor Asif Hacıyev ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə petisiya layihəsinin əhəmiyyətindən danışıb. Gənclərdə vətənpərvərlik hissinin güclü olduğunu bildirən Asif Hacıyev, Bakı Slavyan Universitetində ordumuza dəstək məqsədi ilə silsilə tədbirlərin təşkil olunduğunu söyləyib. Rektor Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən həyata keçirilən Sərsəng Harayı layihəsinin də ədalətin bərqərar olunması istiqamətində atılan mühüm addımlardan biri olduğunu vurğulayıb. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, millət vəkili Elxan Süleymanov çıxışında Ağ Ev administrasiyasına ünvanlanan petisiyadan danışaraq Avropa Şurası Parlament Assambleyasının 2085 sayılı qətnaməsindən söz açıb. Millət vəkili bildirib ki, torpaqlarımızın işğaldan azad olunmasında Azərbaycan xalqının birgə mübarizəsi vacibdir. Elxan Süleymanov problemin sülh və danışıq yolu ilə həllində ictimaiyyətin iştirakının böyük rolu olduğunu qeyd edib. Tədbir çərçivəsində petisiya ilə bağlı videoçarx nümayiş olunur. Biz bütün vasitələrdən, siyasi vasitələrdən, diplomatik vasitələrdən, hər bir vasitədən istifadə edib erməni işğalına qarşı öz mübarizəmizi davam etdirməliyik.